Biz nə qədər əzəmətli xanımdır. İstəyirdi gizlətsin ha Həzrət Əlidən hər şeyi. Qızı Zeynəbə bilsən nə demişdi? Həsənlə gələndə küçədə, o küçədə nanəciblər vurdular Həzrət Fatiməni üzündən. Elə sili vurdular ki, deyirlər, üzü deydi, yıxıldı yerə Həzrət Fatimə. Həzrət Fatimə yıxıldı yerə, yerdən qalxdı, üstü başı toz. İmam Həsənin gözü qabağında. Ay bala, sənə qurban Allah, ay məzlum, ay bala, ay bala. Allah heç kəsi göstərməsin, gözü qabağında ana vururlar. Deyirlər, Zəhra qalxdı, yerdən qalxdı, gəldi, girdi içəri, qızı Zeynəb qaçdı qabağına. Qızı Zeynəb qaçdı qabağına. Ana, nə olub sənə? Üzün gizlətmişdi. Bildi amma hiss elədi Zeynəb. Ondan sonra bir nə dedi balasına? Dedi, bala, atavıza deməyin, ha, Zəhra anavızı vurublar, ha. Gizlətdi. Qurban olum Zəhraya. İstəmir də Əli dərd çəksin. İstəmir Əli dərd çəksin. Hə? Gəldi, çatdı vəziyyət bir yerə ki, Həzrət Zəhra deyir ki, ya Rasulallah, əl-kəmədu qatili, qəm-qüssü öldürüb Zəhranı. Balaları bir üstünə deyir, anamız ən axır günlərdə huşu gedirdi hərdən, gözlərini açırdı, görürdü Həsən baxır ona. Deyirdi, Həsən, bura gəl, bala, yaxınlaşırdı, neyinirdi? Həsənin dodaqlarından öpürdü. Sonra neyinirdi? Gözü yumulurdu, hərdən açırdı, gördü Hüseyin baxır. Hüseyin, gəl görüm yanıma, ay bala. Hüseynin boğazından öpürdü. Hərdən gedirdi, halı qayıdırdı, gördü Zeynəb yanıb baxır anaya. Sanki ana, mənə də bir qucaqlayarsan, yadıma kim düşdü? Bilsən, mənim yadıma kim düşdü? O at ki, İmam Hüseyin atı hərəkət eləmədi ya. Gördü, at hərəkət eləmədi. Başını saldı, gördü, Rüqəyyə atın ayaqlarından tutub. Ay bala, sağollaşdıqda, dedi, ata bir dənə düşərsən atdan. Dedi, ay bala, nədir sözün var? Dedi, bir dənə düş atdan, düşdü. Dedi, ay bala, eşidirəm Rüqəyyə. Dedi, ata, sən yetimləri o qədər nəvaziş eləmirsən, bir dənə yenə sığal çək başımdan. Deyirlər, Rüqəyyənin başından sığal çəkdi İmam Hüseyin. Ata belə, bala belə, ana belə.